Bir nəfər uzaq yoldan gəlmişdi İmam Hüseynin ziyarətinə. Allah nəsib eləsin bütün arzusunda olanlara və bu cəmə bizə öz ziyarətini ehsan eləsin inşallah. Gəlmişdi, zərihdən yapışdı, dedi ki, ya Abdullah, uzaq yol gəldim. Çox soruşa-soruşa gəldim. Gəldim, sənin zərihi tapdım burada, ziyarətə gəlmişəm. Amma dedi, qiyamət günü o hayhuyun içində, o izdihamın içində mən səni gəlib tapa bilməyəcəm, çətin olar. Səndən bir xahişim var ki, orada sən özün gəl mənə tərəf. Mən orada səni tapa bilməyəcəm. Bir yanında bir nəfərdir, səninlə danışırsan. O heç cənnətə doğru bir qədəm atmayacaq, addım atmayacaq, sənsiz, sizsiz, bizsiz. O gələcək, bizi axtaracaq, tapacaq. İmam Sadiq əleyhissalam buyurur ki, kim istəsə anamız Fatimə Zəhranı şad eləsin, Hüseynlə olsun, Hüseynin yanında olsun, Hüseynə tərəf getsin. Və qəbrə biz qoyulanda